necə lazımdır verərsən, yəni yaxşı zatlı quşdan söhbət gedir. Onu uçuşa da salar, yəni ortaya bir şey də çıxardır. Amma adam da var, anlayışı yoxdur. Yaxşı quşun balasını verərsən, digər uçurda bilmirəm, ya mən nə bilim, uçmadı, nə eləmədi. Amma elə şeylər çox olub. Çox olur elə şeylər. Həqiqətən çoxdur. Yaxşı quş versən desən ala apar. Zəri-zərgərə vermək lazımdır. Aysa. Qədrini bilsin də o. Əlbəttə ki, anlayışı olsa ən azından ki, bunu necə uçurmaq lazımdır, necə bunu, nə bilim, yemləmək lazımdır. Səs salmaq lazımdır, təlimi necə eləmək lazımdır, tərbiyəsini necə eləmək lazımdır. Mütləq şəkildə. Yəni çox adam elə fikir yaşayır ki, məsələn bu quşdu da, gətirdin qabağını yem tökdün. Səhər yem verdin, axşam yem verdin. Çıxatında bir dənə kiş elədin, qutarı getdi. Yəni ondan olmur da, yəni ondan olmur. Əlbəttə ki, quşu uçuşa salmaq, törətmək bir problemdir. Törətməkdir, cəhd salmaqdır, onu oynağa salıb oynaqdan çıxartmaqdır. Yəni bunlar hamısı əziyyətdir. Yəni ki, o da ki, bacara bilən üçün də, bacara bilməyən adam olsun onu bacarmayacaq. O da ki, heç olmasa baxsın o ağsaqqallarımızdan, yaşlılarımızdan öyrənsin. Böyle cavanlardan da, ağsaqqallardan, yəni bilən adamdan mütləq soruşmaq lazımdır. Əlbəttə ki, yəni görüb götürmək yəni burada bir eyibdir, eybi yoxdur. Yəni mən də vaxtı ki öyrənmişəm, yəni hamımız öyrənirik də. 100%, 100 hələ belə deyim 70 yaşında, 70 yaşında da öyrənərsən. Yəni öyrənəcəksən. Əlbəttə ki, bu elə bir şeydir ki, sənin də bilmədiyin şeylər var, o birisinin də bilmədiyi şeylər var. Amma paylaşsan quşbazlıq elə bir şeydir ki, sözünü də kəsdim. Üzrlü say. Quşbazlıq elə şeydir ki, neçə ildə yəni ki, quş saxlasan yenə ondan nəsə təzə şeylər görəcəksən. 100%. Hər gün bir şeylər görəcəksən ki, mən belə şey heç görməmişdim. 2 ildən, 5 ildən sonra görürsən yenə bir belə bir dəyişiklik nəsə gördün. 100% öyrəndim. Yəni ildən ilə üstə nəsə gəlir, məsələn ildən ilə nəsə öyrənirsən. Dediyim kimi, məsələn sən bilmədiyin şeyi başqası bilir.